A nöqtəsindən ən qısa yolla B nöqtəsinə gedən birinin qara yollardan, yəni bu şifrəlmiş hissələrdən birini istifadə etmə ehtimalı neçədir? Gəlin biz belə fikirləşək. A nöqtəsindən B nöqtəsinə gəlmək üçün bütün mümkün halların sayı nə qədərdir? Burada ən qısa məsafə var, ən qısa yol. Ən qısa yol nə deməkdir? Ən qısa yol, misal üçün, mən bir addım üfüqi istiqamətdə sağa, bir addım aşağı, bir addım üfüqi istiqamətdə sağa. Yəni, mən belə deyək də, üfüqi istiqamətdə gəlirəm, ancaq aşağı düşünməliyəm. Şairi istiqamətdə aşağı düşünməliyəm. Yerdən olaraq, əgər mən yuxarı şairi istiqamətdə yolunu dəyişsəm, artıq orada mən məsafəni uzatmış olurum. Yəni, mənim A-dan B-yə gəlməyim üçün yol trayektoriyam nədir? Yəni, üfüqi istiqamət, şairi istiqamət, üfüqi istiqamət, şairi istiqamət. Mənim yol trayektoriyam budur. Bu cür olduğundan mən A-dan B-yə gəlməyim üçün ən qısa yoldan istifadə edirəm. Üfüqi istiqamətdə fikir versəniz, üfüqi istiqamətdə 1, 2, 3, 4 faktorial. Üfüqi istiqamətdə mən 4 addım gəlirik. Şairi istiqamətdə 1, 2, 3, 4. Yəni, üfüqi istiqamətdə 4, şairi istiqamətdə isə yenə 4 addım aşağı düşür. Mümkün halların sayı belə hesablanır. 8 faktorial, yəni bunların cəmi 8 faktorial bölünsün, bunların hər biri ayrı-ayrılıqda faktorialları hasil. 4 faktorial vurulsun, 4 faktorial. Bilə deyiləm. Üfüqi istiqamətdə addımların sayı, bir də şairi istiqamətdəki addımların sayı. Cəm olaraq 8 faktorial bölünsün, üfüqi istiqamətdəkinin faktorialı, bir də şairi istiqamətdəki faktorialın hasilləri. Bu da bərabərdir, 8 faktorial yazılır. 4 faktorial vurulsun, 5, 6, 7, 8 bu formada. 4 faktorial vurulsun, 4 faktorialı açın. 2 bura 3, bura nə? 4. Bura hesab olunur. 2 dəfə 3, 6, 1 bura qaldı, 2, 5'i vurdum 2'yə, 10 bura 7, isə 70. Yəni, mən A-dan B-yə gəlməyim üçün 70 üsuldan istifadə edə bilərəm. Bütün mümkün halların sayı nə qədərdir? 70'dir. Yəni, bu iştiqlənmiş hissələrdən istifadə sayı 55 halların sayıdır. Gördüyü kimi, mən A-dan B-yə 2 üsulla gələ bilirəm. Bir üsul bu hissədir, bir üsul da bu hissədir. 2 üsulla. Yəni, 55 halların sayı 2'dir. Mümkün halların sayı nə qədərdir? 70'dir. 70'də 2. 2 əsər bir olur. Burada 1, burada qalır necə? 35 qalır. Bu da ilərdir 35'də 1. Yəni, cavabımız 35'də 1'dir. Y bərabərdir 2x çıxaq 3, y bərabərdir mənfi 3x plus 2. Yəni, hər ikisi də düz xətlərdir, tənliklər, qrafları düz xətdir. Yəni, şifahi çərsən, 2x çıxaq 3, bu da k bölgü 0, b mənfidir, mənfi 3 buradır, bilirsiniz. K 0-dan bölüşdür, istiqamət, birinci nöqtə oldu. Qrafik arşi soxunu hansı nöqtədə kəsir? Sualına cavab olaraq biz y-ə 0 verməliyik. Çünki kəsdiyi nöqtənin y-i nədir? 0'dır. 0 versəm, 0 bərabər 2 çıxarır, üstü sola keçirdim. Yəni, cavab verdi 1,5. Bura oldu 1,5'dir. Mənfi 3x üzərinə gəlsin 2. Artıq k 0-dan kiçikdir, istiqaməti 200 rübə doğrudur. B-miz də 2'dir. B də 2'dir. Bura mən 2 qeyd edirəm. Bəs x oxunu harada kəsir?
0 bərabərdir, mənfi 3x üzərinə gəlsin, 2, 2 keçidirəm sola, mənfi 2 bərabərdir, mənfi 3x, x də bərabərdir, 3-2. 3-2-də təqib oranı əldə edirik. 3-2-də buradır. Yəni, bunu qrafiki də, bunlar 2 olsun, burada 3-2 olsun. Yəni, mən bunun ayrıca qrafikini çəkdim, yəni qrafin çəkilmə qaydasıdır. Y-ikiz. Düz xəttlər arasındakı bucaq, iki düz xətt arasındakı bucaq, yəni düz xəttlər bir fərz edək ki, budur. Yəni, Y1 bərabərdir, K1 ikiz üzərinə gəlsin, V1. İkinci düz xəttin təmliyi Y2 bərabərdir, K2 ikiz üzərinə gəlsin, V2. Düz xəttlər arasındakı bucaq, yəni bu alfa bucağı, belə hesablanır, yəni düstur olaraq tangens alfa bərabərdir, K2 çıxar K1, yəni bucaq əmsalları təlibi, K2 çıxsın K1, bölünsün, 1 üzərinə gəlsin, K1 vurulsun K2. Yəni, 2 düz xətt arasındakı bucaq. Y1 bərabərdir, K1 x plus B1, Y2 bərabərdir, K2 x plus B2. Düz xəttlər arasındakı bucaq, tangens alfa bərabərdir, K2 çıxar K1, bölünsün, 1 bölüs K1 K2. Bu da bərabərdir. Buna K1. K1'imiz burada neçədir? K1 burada 2'dir, yəni bucaq əmsalı 2'dir. Bəs burada K2, K2'lər mənfi 3. Mənfi 3 çıxar, yenə yazılır. Mənfi 3 çıxar 2, bölünsün, 1 üzərinə gəlsin, 2 vurulsun, mənfi 3. Xalə mənfi 5 gedir, mənfi 5, bölünsün, 1 çıxar 6, mənfi 5. Mənfi 5 bölünsün, mənfi 5, cavab verir 1. Yəni, tangens alfa 1'ə bərabərdirsə, alfa da bərabərdir 5. Yəni, əslində, tangens alfa bərabər bir tənliyin həlini necə əldə edirsiniz? Alfa bərabərdir pi bölək 4 plus pi k. K-nın 0 olduğundan alfa da bərabərdir 45 dərəcə qəbul edilir. Yəni, iti bucaq, cavab iti bucaq olaraq 45 dərəcə arasındakı bucağı tapmır. Yəni, iti bucaqdan söhbət gedir. Tangens alfa bərabərdir bir tənliyini həll eləsək, alfa bərabərdir pi bölək 4 plus pi k almış olarıq. Yəni, k yerine 0 yazsaq, alfa bərabərdir 45 dərəcə. Yəni, burada soruşulmalıydı ki, iki düzxət arasındakı iti bucaq və yaxud kör bucaq. İti bucaq soruşsaydı 45 dərəcədir, 45 dərəcədir. Kör bucaq soruşsaydı 180-dən 45 dərəcəni çıxırır. Niyə? Qonşucuqlar olduğu üçün alır 35 dərəcə. Yəni, burada hər iki cavab doğrudur. Düzbucağın üç bucağı düzbucaq tərbəsindən hipotenuza paralel müstəvi keçirilmişdir. Yəni, burada BC ilə alfa müstəvisi paraleldir. BC alfa müstəvisi üzərində deyil. BC alfa müstəvisi nədir? Paraleldir. Sadəcə olaraq ABC düzbucağın üç bucağının düzbucaq təpəsi müstəvi üzərindədir. Yəni, A nöqtəsi müstəvi üzərindədir. B ilə C müstəvi üzərində deyildir. Hipotenuzla müstəvi arasındakı məsafə 3 santimetrdir. Yəni, əgər hipotenuz müstəviyə paraleldirsə, hipotenuz üzərində götürülmüş istənilən nöqtədən müstəviyə qədər məsafələr eynidir. Yəni, C nöqtəsindən müstəviyə qədər məsafə, C nöqtəsindən müstəviyə perpendikular yendiririk. Olsun H1, CH1, 3, B nöqtəsindən müstəviyə qədər məsafə eyni qayda ilə eynidir. Bu da olsun BH2 olsun. BH2 olsun. Təkrar izah edilir. BC hipotenuzu alfa müstəvisinə paralel olduğundan BC hipotenuzun uc nöqtələrindən müstəviyə qədər məsafələr eynidir. Katetlərin müstəvi üzərindəki proyeksiyaları katetlərin müstəvi üzərindəki
Sonra burada hipotenuzun üzerinde yazıqdır. Bu yanlışdır. Katetlərin müstəvi üzərindəki proyeksiyaları deməliydi. Hipotenuz yanlışdır. Yəni katetlərin müstəvi üzərindəki proyeksiyaları 4 sm və kökdə 15 sm-dir. Sonra AC katetinin müstəvi üzərindəki proyeksiyası AH1. AH1. AH1 AC katetinin müstəvi üzərindəki proyeksiyası. Fərq edək burada 4. AB katetinin müstəvi üzərindəki proyeksiyası AH2. AH2 də kökdə 15-dir. Kökdə 15-dir. BH2 3 idi. Beləliklə biz AC katetini Pifagor teoremindən istifadə edib tapa bilərik. 5. Katetlər 3-4 olarsa, hipotenuz nə olur? 5. Kvadratlar cəmi, yəni 3 kvadrat 9, 16, oradan 5 çıxır. Kökdə 15-in kvadratı 15-dir. 3-ün kvadratı 9-dur. 15 ilə 9-un cəmi 24, kök 24. Yəni, AB'miz nəyə bərabərdir? Kök 24-ə bərabərdir. Kök 24'e beraberdir. On beş. 9'da bu neleri? Kök 24. Kulak asın. Şimdi burada ABS tutuzalmış bucağı var. Ne var? ABS tutuzalmış bucağı. ABS tutuzalmış bucağı ne? Hipotenuzun BC'nin kvadratı. BC kvadratı beraberdir ki AB'nin kvadratı üzerine gelsin AC'nin kvadratı. AB'nin kvadratı üzerine gelsin AC'nin kvadratı. Yani kök 24'ün kvadratı üzerine gelsin AC'nin kvadratı. Yani 5'in kvadratı neydi? Bu şifayeti 25 yazar. Yani burada ne çıkır? 7 olur. 24. Burada ne çıkır? 24. Üçler kısar. 24, 24 da 25'in cəmi. 49. BC neçədir? 7'dir. Daha doğrusu BC mənfi 7'də. Həm də 7'dir. Tərəf olduğu üçün 7'ni qəbul edir. BC nəyə bərabərdir? 7'dir. Şöyle, əgər düz xəttimiz müstəviyə paraleldirsə, düz xəttimizin, daha doğrusu düz xətt parçasını deyək. Parça müstəviyə paraleldirsə, parçanın müstəvi üzərindəki proyeksiyası elə parçanın öz uzunluğudur. Yəni, tutaq ki, bura BC 7 idi. Yəni, BC'nin proyeksiyası H2H1'dir. Yəni, BC parçasının müstəvi üzərindəki proyeksiyası nədir? H2H1'dir. Yəni, parça paralel olduğu üçün, parça müstəviyə paraleldirsə, parçanın proyeksiyası parçanın elə özüdür. Yəni, H2H1 bərabərdir 7'dir. Yəni, cavabımız 7'dir. Yəni, H2 ilə H1'in birləşdirsək, BC hipotenuzun müstəvi üzərindəki proyeksiyası ilə 7'nin özüdür. Deməli, sırada 11 dənə 5, 3 dənə 7, 4 dənə 9, 10 dənə 10 vardır. Sırada medianı tapın. Yəni, ədədlər sırasının medianı necə tapılır? Buyurun arkadaşlar. Ədədlərin sayı tək olarsa, sayı təkdirsə, ədədin üstünə 1 gəlib 2-yə bölürük. Ədədlərin sayı tək olarsa, median ortadakı ədəddir. Cüt olarsa, ortadakı 2 ədədin ədədi ortası. Fikir versəkən, baxın. Bu arasında. Əgər qayda olaraq bunu deyirəm, qeyd edirsiniz. Əgər ədədlərin sayı en sayıda ədəd vardırsa, yəni sırada en sayıda ədəd vardırsa, burada elimiz ola bilər, tək ola bilər, elimiz cüt ola bilər. Yəni sıramızda en sayıda ədəd vardırsa,
Elimiz burada tək ola bilər, elimiz burada nə? Cüt ola bilər. Elimiz tək olarsa, median n plus 1 bölər ikinci yerdə duran ədəddir. N plus 1 bölər ikinci yerdə duran ədəd mediandır. Əgər ədədlərin sayı cütdürsə, n bölər 2 və n bölər 2 üzərə gəlsin birinci yerdə duran ədədlərin ədədi ortasıdır. Baxın, 11 burada, 3 burada 14, 4 burada 18, 10 da burada oldu 28. 28 ise deməli burada cütdür. N bölə 2, 14 və 15. 14-cü, yəni bu ədədlərin, bu sıranın medianı 14-cü və 15-ci yerdə duran ədədlərin ədədi ortasıdır. 14-cü yerdə duran ədəd 7'dir. 15-ci yerdə duran ədəd 9'dur. 9'dan 7'nin ədədi ortası 9'lara gəlsin. 7 bölünsün 2 bərabərdir 8. Cavabı 8'dir. Bəli, 8. Ama cavab 9 çıxıbdır. Cavab 9'dur. Cavab çıxıbdır, bəli. Yox, cavabı 8'dir. Aydındır? Bəli. Düz üçbucaqlı prizmanın hündürlüyü 6'dır. Hündürlük nə qədərdir? 6'dır. Düz prizma nədir? Düz prizma hündürlüyü ortacağa nədir? Perpendikulardır. Aydındır? Və belə də deyirlər, yan üzləri, yanları ortacaq müstəqsindən perpendikulardır. Həcmi 90 verirdi, yəni santimetrin kubu. Bir də ehtiyatlı olmaq lazımdır ki, bəzən santimetr kubu verir, desimetr verir. Yəni bunları eyni ölçü vasitəsilə etmək lazımdır. Yəni burada eyni olduğu üçün mən ona santimetr kubu yazıram. Ortacağın tərəfləri nisbəti 13 bölək 13 bölək 10 nisbətində olarsa ortacağın perimetrini tapın. Baxın, bu bərabər yanlış bucaqdır. Yəni, fərz edək ki, AB ilə BC bərabərdir. 13K AB-dir, 13K BC-dir. 5 10K-da haradır? 10K-da oturacaqdır. Ümumiyyətlə, prizmanın həcmi V bərabərdir. S oturacaq, vurusu nədir? H-dır. S oturacaq, vurusu H-dır. Mən ABC üçbucağını kağıda çəkirəm. Diqqətli olun. ABC üçbucağını kağıda çəkər. ABC. Bura 13K-dır. Burada 13K. ABC üçbucağını mən sayısını hesablamaq üçün hər onun üstünə də tapa bilərik. 13K, 10K, hər onun üstünə tapa bilərik. Amma ən yaxşı yolu deməli hündürlük çəkər. Bilirsiniz ki, oturacaq endirim hündürlüyü median təmirləndir. Bura 5K, bura 5K-dır. Yəni burada avtomatik olaraq BH nədir? 12K olur. Pifagora əsasən. Yəni düzəlmiş bucaqdır. Buna deyirlər Pifagor üsulü ilə deyirlər. Nə deyirlər? Pifagor üsulü ilə deyirlər. Beləliklə, S üçbucaq ABC bərabərdir 2/1 AH-dır. Yəni 2/1 A-mızın yerinə 10K yazıram, 10K, vurusun H-ın deyim 12K yazıram. 12K. 2 ilə 12 səraplardan 6, 60K kvadratdır. Deməli, S oturacaq nədir uşaqlar? Nədir S oturacaq? 60K kvadratdır. Mən üstündə yerinə yazsam, S oturacaq yerinə 60K kvadratdır. Vurusun H-ın yerinə 6 yazır. H-ın yerinə 6 yazsa bərabərdir 90. Yəni həcmi verir. Cavabı 90 yazar. 6-ya xısar aparıram. Burada nə qalır? 15. Hər tərəf 15-ə bölürlər. Burada qalır 1, burada qalır 4. K kvadratı bərabərdir 4/1. Burada K bərabərdir minus 2/1 alırıq. Amma tərəf mənfi olmadığı üçün K bərabərdir 2/1'i qəbul edirik. K bərabərdir 2/1. K bərabərdir 2/1. Ortacağın perimetri P üçbucaq ABC
bərabərdir 13K, 13K, 26K, 10K da bu 36K, 36K, K-nı 2'lər qalmışıq, K 2'lər 1'dir, 36 vurulsun 2'lər 1 bərabərdir 18. Beləliklə, prizmanın oturacağının perimetri 18-dir. Başa düşdünüz? Deməli, 26-cı sual verilən şərt budur. Bizdən deməli, ana qiyməti bizdən soruşur. A bərabərdir sual. A bərabərdir sual. A bərabərdir sual. Yəni biz 2 bərabərlikdən mənim məqsədim nədir? Burada A, B, C-nin hər birini K ilə ifadə eləməkdir. Hər birini bir dəyişənlə ifadə eləməkdir. 5A, C bərabərdir 2B, C. Hər tərəfi C-yə bölürük. Buradan A bərabərdir 2K, A bərabərdir 2K, B də bərabərdir 5K. Artıq biz A-nın B-ni tanımışıq. Növbəti 2 bərabərlikdən 2BC bərabərdir 3AB bərabərliyindən. Hər tərəfi B-yə bölürəm. 2C bərabərdir 3A. Artıq A-mız K ilə ifadə olunmuşdur deyib. Burada yerinə yazıram. A-mızın yerinə 2K yazıram. A-mızın yerinə 2K yazsa 2C bərabərdir 6K. Burada C bərabərdir nə olur? 3K olur. C nəyə bərabərdir? C-miz 3K-ya bərabərdir. A2K, birimiz 5K, C-mizdən 3K olur. Aparı yerinə yazalım. 2 bölünsün, A-nın yerinə 2K. Üzərinə gəlsin. 5 bölünsün, B-nin yerinə 5K. Çıxırsın, düz bölünsün, C-nin yerinə 3K yazılır. Bərabər 15'də 1. 2'lər xısar olur, 5'lər xısar, 3'lər xısar gedir. Beləliklə kəsilərin məxrəcləri 1 bölək K ilə 1 bölək K-nın çıxanda 0. Burada qaldı 1 bölək K, 1 bölək K bərabərdir 1 bölək 15. Sürətlər bərabər, məxrəclərdə eyni olmalıdır. K da bərabər nəyə? 15'ə. Və bizdən nə soruşurlar? A-nı. A-nı soruşur, A-mız 2K olduğundan A bərabərdir 30. Yəni K-nın yerinə 15 yazılır. Aydındır? Düzbuzarmış buzağın daxilinə çəkilmiş çevrənin mərkəzindən. Yəni şu buzağımızın daxilinə çəkilmiş çevrənin mərkəzindən itib bucaqlara qədər məsafələr, yəni O nöqtəsindən C-yə qədər məsafə, bir də O nöqtəsindən B-yə qədər olan məsafə. OB-miz verilifdir kökdə 5, OC verilifdir kök altında 11. Kök altında 11. Buzağın hipotenuzunu tapın. Nəyi tapın? Yəni, BC bərabərdir sual. Bunlar verilərsə, BC bərabərdir sual. İlk ölçüdə bir qaydamız vardır. Qayda nədir? Buzağın daxilinə çəkilmiş çevrənin mərkəzi haqqında nə bilirsiniz? Buzağın daxilinə çəkilmiş çevrənin mərkəzi haqqında nə bilirsiniz? Mərkəz haqqında. İstənilən işbuzağın daxilinə və yaxud xaricinə çevrə çəkmək mümkündür. İstənilən işbuzağın daxilinə çəkilmiş çevrənin mərkəzi təmirlərin kəsişmə nöqtəsidir. İstənilən işbuzağın daxilinə çəkilmiş çevrənin mərkəzi təmirlərin kəsişmə nöqtəsidir. Demək, BO iti buzağın təmirləridir. CO iti buzağın təmirləridir. Yəni, bura alfadırsa, burada alfa. Bura betadırsa, burada betadır. 2 alfa ilə 2 betanın cəmi nə qədərdir? 90'dır. 2 alfa üzərinə gəlsin, 2 beta bərabərdir 90. Burada bilirsiniz ki, alfa üzərinə gəlsin, beta bərabərdir 45 dərəcə alfa. Alfa ilə betanın cəmi 45 dərəcədirsə, onda artıq BOC buzağı nə qədər düşür? 135 dərəcə düşür. Aydındır, 135 dərəcə düşür. Bir də izah edirəm. İşbuzağın daxilinə çəkilmiş çevrənin mərkəzi həmin işbuzağın təmirlərin kəsişmə nöqtəsidir. Yəni, BO ilə OC-nin iti buzaqların təmirləridir. Burada biz işbuzaq almışıq BOC işbuzağı. BOC işbuzağının iki tərəfi və ara buzağı verilərsə, ümumiyyətlə işbuzağın iki tərəfi və ara buzağı verilərsə,
Arada cavab verilərsə. Kosinüslər teoremi yada düşür. Kosinüslər teoremi. İşbucağın iki tərəfi arada cavab verilərsə, işbucağın iki tərəfi arada cavab verilərsə, kosinüslər teoremi yada düşür. Kosinüslər teoremi hansı idi? Fərz edək ki, besimiz x-dir. X-in kvadratı nəyə bərabərdir? A kvadratı üzərinə gəlsin B kvadratı, yəni kökdə 5-in kvadratı üzərinə gəlsin kökdə 10-un kvadratı çıxsın 2AB kosinüs alfa. Yəni 2 vurulsun kökdə 5 vurulsun kökdə 10 kosinüs neçə uşaqlar? 135 dərəcə olur. Yazıram 135 dərəcə. X kvadratı bərabərdir 5 üzərinə gəlsin 10 çıxsın 2 kökdə 50. Kosinüs 135 dərəcədir. Mənfi kökdə 2 bölə 2-dir. Mənfi kökdə 2 bölünsün 2. Mənfi ilə mənfi müsbət. İkilər sıra gelir. Kökdə əzəl var kökdə 2. Kökdə 2 oradan çıxdı 10. X kvadratı bərabər 15 üzərinə gəlsin. 20. 15 üzərinə gəlsin. 10. Bir də 10. 15 yazdım. 5'in 10 üzərinə 15, 10 da buradadır. X kvadrat bərabər 25, x də bərabərdir 5. Beləliklə işbucağımızın hipotenuzu nə qədərdir? 5 olur. İspat edin ki, deməli ispat nədir? İspat riyaziyyatı nüvəyidir. Şükür müəllim nüvəyi ispat. İspatsız riyaziyyat oxuyanızda kompaslı üzrən gəlidir. Deməli burada düzəlmiş bucağımız verilmişdir. Düzəlmiş bucağımızın daxilinə çəkilib çevrə. İşbucağı nələr verilir? Katetlər və hipotenuz verilmişdir. Kiçik E, yəni daxilə çəkilmiş çevrənin radiusu, katetlər cəmi çıxılsın, hipotenuz bölünmüş necə 2 olduğunu biz ispat eləməliyik. Yəni bunu biz ispat eləməliyik. Uşaqlar, bilirsiniz ki, gördüyü kimi katetlərdə hipotenuzda çevrəyə toplanılır. Nədir? Çevrəyə toplanılır. Toplam haqqında həmçə demişəm ki, toplam radiuslar perpendikulyardır. Yəni, radius nədir burada? E'dir, perpendikulyardır. Radius toplama nədir? Perpendikulyardır. Yəni, biz burada qısadası olaraq, biz burada kvadrat almış oluruq. Nə almış oluruq? Kvadrat almış oluruq. Əgər bura edirsə, bu məsafə nədir? B çıxılsın edir. Bu məsafə nədir? B çıxılsın edir. Çevrənin xaricindən götürülmüş nöqtədə çevrəyə çəkilən toplama bərabərdir. Yəni, bilirsiniz ki, yəni, işarələsək biz A, B, C, bura F, K, L yazsaq, AF ilə AK bərabərdir. Bir də deyək, çevrə xaricindən götürülmüş nöqtədən çevrəyə çəkilən toplamlar bir-birlərə nədir? Bərabərdir. Yəni, AK-mız da B çarpı E olur. B çarpı E olur. Bura gəldikdə isə, eyni qayda ilə bilirsiniz ki, BL ilə də BK bərabərdir. BL-imiz də açıq elə bərabərdir. Yəni, bu məsafə L olduğundan BL-imiz də A çıxılsın L olur. Açıq L olur. Toplamların xassəsinə əsasən BL ilə də BK bərabərdir. A çıxılsın nədir? L-ə bərabərdir. Uşaqlar, diqqətlə buraya fikir verin. Burada C hipotenuzdur. Hipotenuz 2 hissəyə bölünmüşdür. BK ilə AK. Biz C uzunluğundan B çap L-i çıxsaq, yəni C uzunluğundan və yaxud elə C'niz bu ikisinin cəmi C-ni vermir. Yəni BK məsafəsi ilə AK məsafəsinin cəmi C-ni vermir. Yazıram A çıxılsın E, üzərinə gəlsin, B çıxılsın E bərabərdir C-yə. A üzərinə gəlsin B çıxılsın 2E bərabərdir C. 2E sağa keçirirəm, C-ni sola keçirirəm. A üzərinə gəlsin B çıxılsın C bərabərdir 2E. Buradan da hər tərəf 2-yə bölünsün, A üzərinə gəlsin B çıxılsın C bölünsün 2, bu da bərabərdir E. Nə etdik biz?
İspat et. Deməli, düzəlmiş uzaqda kiçik kadetlər cəmi çıxılsın. Hipotenuz bölünsün nəyə? 2-yə baxacaq. Aydındır?